Həsənlə bağlı xəyallarımız çox idi. Biz elə bilirdik ki, bizi çox uzun bir ömür gözləyəcək. Biz elə bilirdik bizim oğlumuz olacaq, qızımız olacaq. Çünki bilmirdim oradan sağ qayıdacaqmı, qayıtmayacaqmı. Hər biri sual altındaydı. Amma çox şükür Həsən müharibədən sağ-salamat qayıtmışdı. Və biz Hakan qalan arzular filmi Həsənkür yaradıcılığına, Həsənkürün həyatına həsr olunur. Həsən haqqında danışmaq həddindən artıq çətindir. Amma məcburam. Mənə zəng vurdu. Dedi ki, ana, mən Leyla Əliyevanın kitabının təqdimatına məni dəvət almışam. Ora gedəcəm. Mən də çox sevindim, qürurlandım. Təbii ki, bir ana kimi sevincimin həddi hüdudu olmadı. Beləliklə bu təqdimatda hamı çatdırıbdı. Belə kitablardı. Buradakı axırıncı kitabdır, müharibədə elə bir yazmışdı, döyüşmə dönür. Çox həqiqətən artıq vətənpərvər uşaqdır. Dostları, tanışları çox həddindən artıq, siz onun içində olmalı. Çünki Azərbaycan hamımızın gözündə bir parlak güneşin yanır, Allah kısındı. Bu bizim qəlbimizdə hər şey yaşayır. Təşəbbüs irəli sürmüşdü. Həsən o arzusu baş tutdu. O xilas filmini çəkdi. Çox da gözəl alınmışdı. Kitabları satışa qoydu. O məbləği yığdı, gətirib verirdi mənim nəvəm Niyatıma. Allah onun ruhun şadı. Ən həssas yeridir o Həsənkürün yoxluğu. Bu mənim üçün, yəni, həqiqətən yenə də yaşayır. O mənim qəlbimdə hər zaman yaşayır, yaşayacaq da. Yəni, onun nə qədər ki, əzizləri, dostları, tanışları var ki, mənim qədər ən azından şairin nəzatı vətənə çox bağlı idi. Və bu döyüş zamanı kəndə gələn şəhidlər haqqında kitablar yazmağı, filmlər çəkməyi, o da bir igid, cəsur. Və birinci yerə layiq görülür. Və bu diplom da həmən müsabiqədən verilən diplomdur. Çox belə təqdirə layiqli işdir. Sonra təkcə qiraətlə iş bitmir. Deməli, həmən təşkilatın sonralar təşkil elədiyi şeir müsabiqəsində də Həsənkür qardaşımız həmən şeir müsabiqəsində iştirak edir və 3-cü yerə layiq görülür. Vaxtı ilə bizim bu həyatda film çəkib, şəhidimizlə bərabər film çəkib, şəhidimizi həmin filmdə canlandırıb. Bir gün qələmin sına, yox olasan, öləsən. Səssiz bir küncdə sıxılasan, öləsən. Mən axı gün görmədim, nə qəribə həyatdır. Allah məni yarattı, doğulasan, öləsən. Heç xəbərin olmaya, qarasından, ağından, bir gecə yatağından yıxılasan, öləsən. Bəsdir oldun oyuncaq, bu dünyanın nazına, uzadasan saçını, keçirib boğazına, boğulasan, öləsən. Ümid edirəm ki, bağışlayarsan. Bir gecə yanında məni görməsən, üstümü örtməsəm yatandan sonra, bilirəm gözüm bir məni görürdü, rəhmətli yanandan, atandan sonra, daha mən də yoxam, mən də ölmüşəm. Dökmə gözlərinin